Diqqət, mərkəzə. Cənab Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin parad heyətləri Vətən müharibəsində qələbənin 5-ci ilində həsr olunmuş hərbi parada düzülüb. Müdafiə Naziri General Polkovnik Zakir Həsənov. Salam əskər. Əziz hərbiçilər, hörmətli qonaqlar, xanımlar və cənablar. Mən sizi və bütün Azərbaycan xalqını şanlı zəfərimizin 5-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bugün bizim paradda əziz qardaşım Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyip Ərdoğan